Python-da yazılmış proqram nəticəsini müəyyən edin. Bir B siyahısı verilib və B siyahısının uzunluğuna aid bir dövrə alqoritm verilib və ardıcıllıqla icra olunub. Baxaq, deməli bizdə B siyahısı daxil edib. Daha sonra S dəyişəni təyin edilib. Sonra isə B-nin uzunluğundan asılı olaraq bir I dəyişəni bizdə dövr vasitəsilə daxil edilib. Başlanğıcda dövrün əvvəlində I təyin olunmuyor, boş buraxıram. Daha sonra I-nin 0 qiymətindən başlayıram. Buna görə I-nin qiymətləri bizə nə ola bilər? 0-dan başlayır və len B-yə qədər uzanır. Yəni ki, B-nin uzunluğu 5-ə qədər gedir. Amma 5 burada daxil deyil. Yəni 0-dan 4-ə qədər qiymətlər alır ki, 0-dan 4-ə qədər qiymətlər də əslində B-dəki elementlərin indekslərinə təsadüf edir. Dövrün daxilində bir şərt verilib. Deyir, B-nin i-ninci indeksi, məsələn, ilk addımda 0, daxilində H-ın sayı 1-ə bərabər olarsa və ya 1-dən böyük olarsa, S-in üzərinə 1 gəlir. S-in üzərinə nə edirik? Hər sənə 1 gəlirik. Bu halda baxıram, bu şərtin ödənmədiyi hal var məndə ümumiyyətlə. B-nin 0-cı indeksində H var. 1-ci indeksində H var, 2-də də var, 3-də də, 4-də də. Yəni hamısında bu şərt ödəndiyi üçün deməli mən nə edəcəm? Dövrün hər 5 addımında da i-nin 1 qiymətində də, 2 qiymətində də, 3 qiymətində də hər səfərdə mən nə edəcəm? S-in üzərinə 1 gələcəm. S-in üzərinə 1 gələcəm. Deməli onda i-nin 0 qiymətində S üzərinə 1 gəldik 1. 1 qiymətində 1 gəlirəm 2. 2 qiymətində 1 gəlirəm 3. 3 qiymətində olur 4. 4 qiymətində olur 5. Deməli S-in qiyməti nə oldu dövrün sonunda? S-in qiyməti dövrün sonunda 5-ə bərabər oldu. Gəlin buradan yazaq. S bərabərdir 5. Daha sonra nə edir? Bir T dəyişəni daha təyin edilir və T dəyişəni də bizdə nəyə bərabər olur? T dəyişəni bizdə bərabər olur H simvolu ilə birləşdirilmiş B siyahısına. Bu nə deməkdir bizdə? H simvolu ilə birləşdirilmiş B siyahısı. Bax, burada hər bir element arasında H simvolu olmaqla birləşdirilib bir sətrə yığılır. Yəni T-nin qiyməti bərabər olur KH, yəni birinci element. Sonra bir dənə araya bir dənə H atılır. Daha sonra ikinci element gəlir. Yəni hər birinin arasına bir dənə H elementi daxil edilir. Sonra yenə bir dənə H. Sonra üçüncü elementə baxıram. SH. Sonra bir dənə də H əlavə edirəm. H. Bir dəqiqə böyük yazdım səhvən. Sonra dördüncü elementi yazıram. HH. Sonra bir dənə də H simvolu atıb MH yazıram. Bu olur bizdə T sətrimiz. Daha sonra deyir T bərabərdir. T vurulsun 5-ə. Yəni ki, baxın, bunu 5 dəfə neyəcəm? Təkrarlayacam. 5 dəfə bunu təkrarlayıram. Və 5 dəfə təkrarladıqdan sonra isə T-dəki H-ların sayını çapa verirəm. Baxın, deməli bizdə 5 dəfə təkrarlayıramsa, deməli bu sətrimizdəki hər bir element 5 dəfə çoxalır. Ona nə edərəm elə? Əvvəlcə H-ın qiymətini sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Deməli 10 dənə H var burada. T-nin daxilində 10 dənə H var. Və mən bunu 5-ə vururam sonra. Deməli, H-ların sayı da 5 dəfə artır. Deməli, onu vuracam 5-ə. Olacaq cavabımız neçə? 50. Deməli, yekun olaraq çapa nə gedəcək? Bizdə 50 qiyməti gedəcək ki, bu da bizdə A variantıdır.